Evet, Ərəblər dövründə Azərbaycanda iki dənə Şimali Azərbaycanda iki dənə böyük üsyan baş verib. Bu üsyanların birincisi hansıdır? Birincisi 748-ci ildə baş verən, yəni Əməvilər dövründə baş verən Qəssab Müsavirin başçılığı Beyləqandakı üsyan idi. Abbasilər dövründə isə 752-ci ildə yatırıldı bu üsyan. Burada bir də incəlik var. Şimali Azərbaycanda ilk üsyan. Amma Azərbaycanda ərəblərə qarşı ilk üsyan Ərdəbil üsyanı 644-45. Bəli. Musafir üsyanının elə bil ki, daha böyük bir üsyanın başlanması xəbərsiz idi. O hansı daha böyük üsyan idi? Xürrəmlər hərəkatı. Neçənci ildə başladı? 778-ci ildə başladı. Hansı sülalaya qarşı? Abbasilər sülaləsinə qarşı. Xürrəmlər hansı şəkildə davamçıları idilər? Məzdəkli hərəkatın davamçıları idi. Bunlar da məzdəklər kimi nə istəyirdilər? Sosial bərabərlik. Bərabərlik istəyirdilər. Mərkəzləri haraydı? Mərkəzləri Azərbaycan. Azərbaycanda hansı qala? Bəz qalası. Bəz qalası idi. Üsyanın ilk başlama tarixi 778. İlk rəhbərləri kimlər idi? Cavidan və Əbu İmran idi. İkinci üsyanlar nə vaxt idi? İkinci üsyan 808-ci ildə. Hər iki üsyanın nəticəsi nə oldu? Məğlub oldu. Məğlub olmasının səbəbi də bunun arasında ixtilafın olması. Rəhbərlər arasında ixtilafa görə bəli. Bəs Babək nə vaxt rəhbərlik edirdi? 816-cı ildə. 816-cı ildə. Babəkin rəhbərliyi ilə Xürrəmlər ilk dəfə ərəbləri nə vaxt məğlub etdi? 819-cu ildə Ərəb Nizami ordusu demək olar ki, Babək tərəfindən birinci Əşdəsar döyüşünə vaxt idi. 829-cu ildə. İkinci Əşdəsar döyüşü. 836-cı ildə. Hər iki döyüşün nəticəsi nə oldu? Hər iki döyüşdə Babəkilər qalib gəldi. Xürrəmlər qalib gəldilər. Birinci Həmədan döyüşünə baxın. Birinci Həmədan döyüşü 830-cu ildə idi. Xürrəmlər qalib gəldi. Birinci Əşdəsar, birinci Həmədan döyüşlərində Babəkin məğlub etdiyi ərəb xəlifəsi kim idi? Deməli, birinci Əşdəsar döyüşündə İkisi də kim idi xəlifə? Xəlifə Mötəsim. Xeyr. Xəlifə Məmun. Xəlifə Məmun idi. Sonradan Mötəsim gəldi. İkincilərdə, ikinci Əşdəsarda, ikinci Həmədanda isə Mötəsim idi. Tamamilə doğrudur. Mötəsim Xürrəmlərə məğlub etmək üçün hansı sürətlə müharibəni dayandırdı? Bizansla müharibəni dayandırdı və ordu komandanına isə Afşini. Neçənci ildə Afşin təyin 835-ci ildə. 35-ci ildə. Son döyüş hansı döyüşdür? Son döyüş Bəz uğrunda döyüşdü. 837-ci ildə. Babək bu döyüşdə məğlub olandan sonra hara istiqamətləndi? Bizansdan kömək almaq üçün Bizansa istiqamət. Amma yolda tutuldular. Nə vaxt edam edildi Babək? 838-ci il 4 martda Babək. Hansı şəhərdə? Samirə şəhərdə edam edildi. Suriya ərazisində. Xürrəmlərin məğlubiyyət səbəbləri nə idi? Səbəbləri deməli xəyanət var idi. Sonra imtiyazlı şəxslərin Xürrəmlərdən üz döndərməsi idi və qüvvələr nisbətinin ərəblərin xeyrinə dəyişməsi. Müharibə uzandı deyə qüvvələr nisbətini dəyişdi. Tamamilə doğru. Azərbaycanın ən böyük şəxsiyyətlərindən biri, qəhrəmanlarından biri olan Babək. Məşhur bir ifadəsi var da, deyir, necə deyir? Demək 40 il kölə yaşamaqdansa bir gün azad yaşamaq həqiqətən azadlığı seçib və qəhrəmancasına şəhid oldu.